İllərdir biz nəyə görürük? Biz görürük ki, xüsusən belə ay uşaq ümumiyyətlə danışmadı, gec danışdı, heç nə yoxdur. Sadəcə uşaq R hərfini deyə bilmir. Və uşaq gedir məktəbə. Uşağa gülürlər və yaxud da lağ eləyirlər. İndi bilirsiniz, müəllim belə olsa, müəllimlər müxtəlif xarakterlidirlər və müəllimlərin sinifləri də müxtəlif xarakterlidir və ora gələn uşaqlar da, ailələr də müxtəlif xarakterlidir. Psixoloji belə daha güclü insanlar var, daha zəif insanlar var. Götürək ki, bu uşağın heç bir problemi yoxdur, sadəcə psixologiyası biraz zəifdir və nəticə etibarilə bir uşaqdır. Yəni bunda qeyri-adi bir güclə biz gözləməməliyik. Uşaq gedir 1-ci, 2-ci sinifə R hərfini deyə bilmir. Bu uşaq bu R hərfini yaza da bilmir avtomatik olaraq. Burada ən azından minimum başlayır. Disleksiya problemi zaten var. Hərfin düzgün səsləndirilməməsi və disqrafiya düzgün yazmır. Müəllim pis qiymət verir. Kimsə də hansısa bir uşaq ona lağ eləyir. Və bu uşaqda başlayır nə? Sosiumdan uzaqlaşmaq. Bu uşağın 1-ci sinifdə əsas sosial çevrəsi sinif yoldaşlarıdır. Sinif yoldaşlarından hansısa bir-ikisi ona lağ eləyir. Bir-ikisi də o deyir, küyə gedir, o da başlayır lağ eləməyə ki, bu l-nı deyə bilmir, r-ya y deyir. Uşaq başlayır öz dostlarından uzaqlaşmağa. Müəllimlə paraleldə problem yaşayır. Başlayır pedaqoji həyatı sevməməyə. Və nə olur? Uşaqda sosial problemlər yaranır, pedaqoji problemlər və bu gətirib çıxardır çox ciddi psixoloji problemlərə. Və başlayır yeniyetməli dönəmində uşaqlar ekstra problemlər yaranmağa.